Deməli, burada baxırıq. Cantonun işlənməz getdi. Burada tərcümədir. It is not raining. Yağış yağmır. We mustn't take the umbrella. Çətir götürməyimiz lazım deyil. 2-də all the time bütün günü deməkdir. Tərcümədir. Children mustn't watch TV all the time. Uşaqlar bütün günü televizora baxmamalıdır. Can baxa bilərdi. May də icazə bildirir. Onlar tərcüməyə uymur. 3-də də yenə tərcümədir, amma tərcüməsiz necə tapa bilərdi? Must və can to-la işlənmir. We mustn't hurry, we have a lot of time. Tələsməyimiz lazım deyil, vaxtımız çoxdur. Deməli, 4-də may to-la işlənmir, tərcümədir. C bəndi olacaq. You mustn't forget your homework at home. Ev tapşırığını evdə unutma. 5-də must to-la işlənmir, tərcüməyə baxaq. I can't go to the library. Kitabxanaya gedə bilmirəm. It is closed, bağlıdır. Nə ilə sual veririksə, onunla da cavab veririk. Və yes ilə də not olmur. Ona görə cavab qalır C. Can you translate this sentence? Sən bu cümləni tərcümə eləyə bilirsən? Yes, I can. Bəli. May icazə və ehtimal bildirdiyini anı götürmürük. 7-də must to-la işlənməz. Tərcümədir. It is Sunday tomorrow. Sabah bazar günüdür. Deməli, məktəbə getmək lazım deyil. You mustn't go to school. 8-ə baxırıq. Can to-la işlənmir. Tərcümə eləyək. There is enough food in the fridge. Soyuducuda yetəri qədər qida var. We mustn't go to the supermarket. Supermarketə getməyimiz lazım deyil. 9-da tərcümədir. Deməli, children mustn't play with matches. Uşaqlar kibritlə oynamamalıdır. Match kibritdir, oyundur və uyğunlaşdırmaqdır. 10-da can to-la işlənməz, tərcümədir. It is a good film. Bu yaxşı filmdir. You must go and see this film. Sən gəlib bu filmə baxmalısan. 11-də may to-la işlənməz, can to-la işlənməz, cavab qalır B. You mustn't call teachers by their first name. Müəllimləri adı ilə çağırmamalısan. 12 həm tərcümədir, həm də qayda ilə can və must to-la işlənmir, cavab qalır C. Visitors mustn't feed the animal in the park. Ziyarətçilər parkda heyvanlara yemək verməməlidir. 13-də can to-la işlənməz. Tərcüməyə baxaq. You must wear warm clothes. Sən isti paltar geyməlisən. It is cold here. Bura soyuqdur. 14-də qayda ilə ata bilərik. Must və can to-la işlənmir, cavab A-dır. May I open the window, please? It is not hot here. It is hot here. Onlar pəncərəni açın, bura istidir. 15-ci suala baxırıq. Can to-la işlənmir. Students, burada tərcümədir. Must work hard to get good marks. Uşaqlar yaxşı qiymət almaq üçün çox çalışmalıdır. 16-da must to-la işlənməz, tərcümədir. It is getting dark, hava qaralır. We must return home, evə qayıtmalıyıq. 17. Can to-la işlənməz. Tərcüməyə baxaq. I must go to see my grandmother. Cib nənəmi görməliyəm. She is old, o qocadır. 18-də can to-la işlənməməlidir. Tərcüməyə baxaq. Jack is ill, Jack xəstələnib. We must call a doctor, həkim çağırmalıyıq. 19-da he can speak English. O ingiliscə danışa bilir. But olanda bir təsdiq, bir inkar olur. Təsdiqimiz can-lə verdiyinə, inkarımızı da can-in inkarı olmalıdır. Ona görə cavab olur A bəndi. But he can't write it well. Amma yaxşı yaza bilmir. 20-ci sualda vergüllü sual cümləsində bir təsdiq olur, bir inkar və feilimizi də eyni verməliyik. Ona görə cavab olur C bəndi. He must wear a suit to work, mustn't he? O işə kostyum geyməlidir, elə deyil. 21-ci suala baxırıq. Tərcümədir. You must stand up when the teacher come into the classroom. Müəllim içəri girəndə ayağa durmalısan. 22-də no olanda not olmalıdır. Ona görə cavab olur C. May I take your computer? Olar kompüteri götürüm. No, you may not. Yox, olmaz. I need it myself. Mənim özümə lazımdır. 23-də yenə no-la qısa cavablarda inkar tələb edir özündən sonra. Ona görə cavab qalır A. Can you come for coffee?
Sən kofe üçün gələ bilərsən. No, I can't. Yox, gələ bilmirəm. I have to go home. Evə getməliyəm. Yes ilə not olmaz. C gedir. Tərcüməyə baxaq. Can you speak English? Sən ingiliscə danışa bilirsən? Yes, I can. Bəli, danışa bilirəm. I live in London for 5 years. 5 ildir ki, 5 il müddətinə Londonda yaşamışam. Adam icazə bildirir deyə tərcüməyə uymur. Sonra 25-də yes ilə not olmaz. Cavabda qalır C. May I take your dictionary? Olar sənin lüğətini götürüm. Yes, you may. Hə, olar. 26-da deməli, of course da təsdiqdir. İnkar işlənməz. Notları atırıq. Cavab qalır C. May I ask a question? Olar səndən bir sual soruşum. Of course you may. Əlbəttə ki, olar.